Salam əziz müəllimlər, salam əziz abituriyentlər. Bildiyiniz kimi bugün ikinci və üçüncü qruplar üçün qəbul imtahanı təşkil olundu və mən aslamaz coğrafiya fənnindən olan sualların izahını sizin diqqətinizə çatdırmağa çalışacağım. Gəlin suallara diqqət eləyək. Birinci sual uyğunluğu müəyyən edin sualı. Tavaların aralanma sərhəddi divergent. Divergent sərhədlərdə bilirsiniz ki, yarana bilər ortaokean sıra dağları A və bir də rif dərələri D. Tavaların toqquşma sərhəddi konvergent sərhədlərdə yarana bilər qırışıq dağlar və dərinsulu okean çölü C-Y. Düzgün cavab B bəndi hesab olundu. 32-ci suala baxırıq. Uyğunluğu müəyyən edin. Nəqliyyat növləri və xüsusiyyətlər yazıb bizə. Gəlin baxaq. Deməli, beynəlxalq yüklərin çox hissəsi daşınır dəniz nəqliyyatı ilə. Olacaq 1-ə təbii ki A. Qitələrarası sərnişin daşımada hava nəqliyyatı 2 olacaq B. Qərbi Avropa və Şimali Amerika üçün yük daşımalarda rolu daha böyükdür. Yenə dəniz nəqliyyatı. Ən sürətli və dinamik nəqliyyat növü hava nəqliyyatı və hava şəraitinin asılılığı nisbətən azdır. Dəmir yolu AC, BD və Y düzgün cavab B bəndi hesab olundu. 33-cü sual. İl boyu nisbi rütubətliyin daha aşağı olduğu məntəqələri xəritə sxemdə müəyyən edin deyir. Burada səhraları götürəcəyik. 1 Atakama, 3 Böyük Səhra, 5 Mərkəzi Asiya, 1-3-5 variant D variantı. 34-cü sual. Azərbaycan xarici iqtisadiyyatında mühüm rol oynayan su nəqliyyat yolları. Əlbəttə ki, bu Xəzər dənizində Bakı-Bektaş, Bakı-Aktau və Bakı-Əştərxan olacaq. 3, 4 və 6 variant Y variantı hesab olundu. 34-cü suala biz birlikdə nəzər yetirək gəlin. Deməli, sual belədir. Sualda bizdən nə soruşur? Deməli, sualda bizə deyir ki, sxemə əsasən ABC məntəqənin yerləşimi müvafiq saat qurşaqları və A məntəqəsi ilə C məntəqəsi arası yerli vaxt fərqini tapın. Əvvəlcə saat qurşaqlarını tapaq. A məntəqəsinin saat qurşağını tapmaq üçün biz nə edəcəyik? Deməli, gəlin diqqətlə nəzər yetirək. Burada 35 qərb uzunluğudur, görürsünüz ki. 35-i böləcəyik əlbəttə ki 15-ə. Bu elədi 2 dəfə 30, qalıq elədi 5. 5, 7, 10 da 5-dən kiçikdir. 2 olduğu kimi qalır. 24-dən 2-ni çıxırıq, olur 22-ci saat qurşağı. Deməli, A məntəqəsi oldu 22-ci saat qurşağı. Eyni prosesi biz B-yə 40-cı məntəqəyə tətbiq edirik. Bölürük 15-ə, eləyir deməli 2 dəfə 30, qalıq elədi 10. 17, 10 da 5-dən böyüdür. Cavabın üzərinə 1 əlavə edirik, olacaq 3-cü saat qurşağı. B oldu yoldaşlar şərqdə 3-cü saat qurşağında və C-ni tapanda gəlin C-yə nəzər yetirək. 75-i biz böləcəyik müvafiq olaraq 15-ə, bu eləyəcək 5 dəfə 75. Qalıq qalmadı. 5-ci saat qurşağı da oldu bizim C məntəqəmiz. Və bizə AC məntəqələr arası yerli vaxt fərqini soruşduğu üçün A ilə C-ni toplayırıq. Yəni 75 üstə gəlinsin 35. Cavab elədi yoldaşlar 110 dərəcə. 110 dərəcəni saat və dəqiqəyə çevirmək üçün böləcəyik təbii ki 15-ə. Bu eləyəcək verilənlərdən 7 saat, yəni 105. Qalıq 5 elədi, vuracaq 4-ə. Və üz istəyən burada A və C məntəqə qurşaq vaxt fərqi soruşur. Qurşaq vaxt fərqi belə tapılacaq. Qurşaq vaxt fərqi bu oldu 22-ci saat qurşağı. Bu da oldu təbii ki 5-ci saat qurşağı. 0-a qədər burada 2 saat var. Burada da 0-dan bura qədər 5 saat var. Cəmi ümumilikdə 7 saat qurşaq vaxt fərqi var. Doğru cavabımız A bəndi hesab olundu. Burada qurşaq vaxt fərqi soruşur. Mən yerli vaxt hesabladım. Birinci bu səhvdir. Cavab A bəndi. Növbəti sual. Deməli, sual belədir yoldaşlar. Sualda bizə deyir ki, 36-cı test tapşırığında verilən xüsusiyyətlərin xəritə sxemdə rəqəmlərlə qeyd edilmiş hansı türk dövlətlərinə aid olduğunu müəyyən edin. Gəlin eləyək. Deməli, materik daxil ölkə olsa da çay və kanallarla dünya okeanına çıxa bilir. Bu, təbii ki, verilənlərdən, yəni bu xüsusiyyət aiddir Xəzər sahili ölkələrə. Yəni, burada birinci fikrə aiddir 1 və təbii ki 3. İkinci, deməli, çayları iki okean hövzəsinə aiddir. Əhalinin əsas hissəsi Uyğur qoluna daxildir. Verilənlərdən təbii ki, biz qeyd eləyəcəyik. Uyğur qoluna aid olanlar təbii ki, qırğızlar hesab olunacaq və yaxud belə deyək ki, 1-3-ü yazandan sonra 2-yə gedəcək. Çayları iki okean hövzəsinə aiddir. Deməli, çayları iki okean hövzəsinə aid olan olacaq Türkiyə 2, yəni Hind və Atlantik okeanına. Üçüncü fikir, deməli, əhalinin əsas hissəsi Uyğur qoluna daxildir. Uyğur qoluna aid olanlar olacaq təbii ki 5 özbəklər, 5 və dağlıq relyef üstün olan olacaq təbii ki qırğızlar, yəni 4. 1, 3, 2, 5, 4. Variant B bəndi hesab olundu 36-cı test tapşırığında. Növbəti suala biz nəzər yetiririk yoldaşlar. Sualımız belədir. Sualda bizə Laçın, Şərur və Qəbələ inzibati rayonları üçün ümumi xüsusiyyətlər soruşur. Gəlin suala diqqət eləyək. Deməli, Laçın, Şərur və Qəbələ inzibati rayonları üçün ümumi ərazilərində yeraltı sularla qidalanan çaylar axır. Qəbələ rayonundan təbii ki bir hissəsindən Türyan çay, Laçından biz deyəcəyik ki müvafiq olaraq
Həkəri çayı, Şərurdan da təbii ki, Araz çayı keçəcək. Birinci ifadə doğrudur. Filiz faydalı qazına rast gəlinir. Qəbələdə filiz ola bilməz. İki ölkə ilə sərhəddirlər. Yoldaşlar, Qəbələ bildiyimiz kimi iki yox, bir ölkə ilə sərhəddir. Yanlış ifadədir. İkiləri və biz müvafiq olaraq üçləri atanda, üçlər və ikilər gedəndə cavabımız qalır 1, 4, 5. Ərazinin soyuq iqlim tipi yayılmışdır. Doğru. Yerləşdikləri iqtisadi rayonlarda yay otlaqları mövcuddur. Doğru. Düzgün cavab A bəndi 37-ci test tapşırığında. Növbəti suala biz keçid eləyək. Deməli, sualımız belədir. 38-ci test tapşırığı. Sualda bizə deyir ki, xəritə sıxımda verilən məntəqələrin yerləşdiyi ərazilərə aid olan xüsusiyyətləri müəyyən edin. Birinci məntəqəyə yazıb ki, düzən meşələri landşaftı yayılıb. Doğrudur. 2-yə yazıb ki, gətirmə konusları yayılıb. Doğrudur. 3-ə yazıb ki, Ağgöl Milli Parkı yanlışdır. 4-ə yazıb ki, vulkanik soy geniş yayılıb. Yanlışdır. 5-ə yazıb ki, tektonik qalxma zonasındadır. Doğrudur. 6-ya yazıb ki, düz günəş radiasiyasının illik kəmiyyəti az yox, çox olmalıdır. Cavab 1, 2 və 5-dir. Variantımız yoldaşlar C bəndi hesab olundu 38-ci sualda. Növbəti suala biz nəzər yetiririk. Elektrik enerji istehsalında seslərin rolu çox olan ölkələr. Əlbəttə ki, burada Norveç, Braziliya və Kanadanı seçməliyik. 2, 4, 5 düzgün cavab C bəndi hesab olundu 39-cu sualda. Növbəti sual yoldaşlar deməli belədir. 40-cı sual. Doğru sıraları müəyyən edin deyir. Bildiyiniz kimi bizdə okean cəryanları soruşur. Cəryanlardan Alyaska cəryanı isti cəryandır və Aleut adalarına təsir edir. Birinci sıra doğrudur. Deməli 1 doğru. 2-yə baxırıq. Mozambik soyuq cəryan yanlışdır, isti cəryandır. Peru soyuq cəryan Atakama səhrası 3 düzdür. Şimali Atlantika isti cəryan İrlandiya adası 4 düzdür. Gulf Stream isti cəryan Braziliya ailəsi ola bilməz. Somali soyuq cəryan Şri Lanka ola bilməz. Doğru cavab 1, 3, 4 variantımız D bəndi hesab edildi. Növbəti sual doğru fikirlər müəyyən edin deyir. Atlas dağlarında yerləşən bütün ölkələr Respublika idarəetmə formasına malikdir. Səhvdir. Mərakeş konstitusiyon monarxiyadır. İndoneziya və Türkiyə G20-yə daxil olan ölkələrdir. Doğrudur. Verxansk və Ural dağları ölkələr arasında təbii sərhəd rolu oynayır. Yanlışdır. Braziliya dövləti Peru və Venezuela dövləti ilə həm sərhəddir. Yoldaşlar bildiyiniz kimi Braziliya həm Peru, həm də Venezuela həm sərhəddir. Bir dənə Ekvador və Çilini görmür. 4 doğrudur. Vyetnam Benqal körfəzi sahillərində yerləşir. Vyetnam Benqal körfəzini görməz. Yanlışdır. Kalay Xatay Laos sosialist ölkələrdir. Doğrudur. 2, 4, 6 cavabımız Y bəndi hesab edildi. 41-ci sualda. Biz növbəti sualı keçid edirik. Deməli 42-ci sual yoldaşlar gəlin nəzər yetirək. Deməli bizə nə deyir? İnzibati rayonların aid olduğu məntəqələrin yerləşdiyi inzibati ərazilər üçün hansı fikir doğru deyil? Birinci rayonumuz bilirik ki, Lənkərandır. İkinci rayonumuz 247 Bakıdır. Üçüncü rayonumuz Zaqataladır. Dördüncü rayonumuz isə Qubadır. Deməli burada bizdə nə deyir? 1 ilə 4-də, yəni Lənkəran və Qubada meşə landşaftı formalaşıb. Bu ifadə doğrudur. Ona görə atırıq. 1 ilə 3-də Lənkəranda və Zaqatalada mülayim isti iqlim yayılıb. Yayı və qışı quraq keçən doğrudur, atırıq. 1 və 2-də, yəni Lənkəran və Bakı, Xəzər dənizə çıxışı var, doğrudur, atırıq. 2 və 4-də, yəni Bakıda və bir də Qubada filiz faydalı qazıntı yataqları var. Bu ifadə yanlışdır. Doğru cavab 47-də D bəndi hesab olundu. D variantı doğru cavabdır. 43-cü suala nəzər yetirək yoldaşlar. 43-də bizdən nə soruşur? Deməli, təbii zonalar və xüsusiyyətlər, savanna seyrək meşələr, tayqa və codyarpaqlı meşə və kolluqlar yazıb ki, ancaq şimal yarımkürəsində rast gəlinir. Ancaq şimal yarımkürəsində tayqa meşələridir. Olacaq 2-yə A. Subekvatorial iqlim quşağında yayılmışdır. Təbii ki, savannalar olacaq 1-ə B. Mövsümü dəyişkənlik müşahidə olunmur. Olunmur, daha çox belə deyək də mülayimlərdə var, hamısında əslində var. İl boyu deyək ki, quraq olur. Bunların heç biri il boyu quraq deyil və Aralıq dənizi sahillərində geniş yayılıb, əlbəttə ki, codyarpaqlı. Doğru cavab B, ondan sonra gələcək A və Y. Düzgün cavab B bəndi hesab edildi 43-də. 44-cü sual. Şərti işarələrə əsasən Azərbaycan faydalı qazıntı yataqlarına müvafiq olaraq müəyyən edin. Yoldaşlar bildiyiniz kimi polimetal, Azərbaycan Mazımçay, Katexçay, Kastaq, Filizçay eyni zamanda Mehmanə və Gümüşlüdür. Mis yatağı Qaradağ yatağıdır və Civə yatağı Ağyataq, Şorbulaq, Lefçay, Narzanlı və Gilgəççaydır. Düzgün cavab B bəndi 44-cü sualdır. Yoldaşlar 45-ci sual sadə bir test nümunəsidir. Sualda bizə kəsmə hündürlüyü 10 metr olduğunu bilərək təpənin nisbi hündürlüyünü soruşur. 10 metrdirsə təpənin aşağısı olacaq 40, ondan aşağı olacaq 30, 20 və 10. Təbii ki, nisbi hündürlüyü tapın deyəndə 41-dən biz 10'u çıxacaq. Cavab eləyəcək 31 metr. Doğru cavab
Y variantı. Yoldaşlar, 46-cı sual sadə bir test nümunəsidir. Okean və dənizlərə birbaşa çıxışı var. Qeyri-istehsal sahələri üstünlük təşkil edir, inkişaf etmiş ölkələrdir və südlük, ətlik, heyvandarlıq inkişaf etmişdir. Təbii ki, burada olacaq verilənlərdən Fransa 1, ardınca yoldaşlar gələcək Danimarka 5 və bir də Almaniya 6. 1, 5, 6 düzgün cavab A bəndi hesab edildi. Daqksorofit bitkilərin geniş yayıldığı əraziləri müəyyən eləməliyik. Daqksorofit bitkilər daha çox geniş yayılacaq 3-də və bir də 5-də. Yəni Talış dağları və Naxçıvanda. Doğru variant D variantı. 48-ci suala baxırıq. Eyler-Venn diaqramına əsasən dağları müəyyən edin deyir. Deməli, 1-ə paleozo yaşlı dağlardır yazıb və daimi qar xəttinə malikdir. Daimi qar xəttinə, yoxdur, üzr istəyirəm, aid olduğu materikin şərqində yerləşir deyir. Təbii ki, Appalaç bura uyğun ola bilər, verilən varianta görə baxıram. 2-yə yazıb B ilə Y, Kainozoyda yaranmışdır və daimi qar xəttinə malikdir. Alp dağları ola bilər. Ortaq cəhət kimi görək nədir? İnkişaf etmiş ölkələr, bəli, Alp dağlarının inkişaf etmiş ölkələr ərazisindədir və F şimal yarımkürəsindədir, bəli, hər ikisi. Düzgün cavab 48-ci test tapşırığında A variantı hesab olundu. 49-cu suala baxırıq. Deməli, sxemi tamamlayın deyir. Dəmir filizi və neft hasilatı yazıb bizə A və B verib. Məsələ nədir burada görək test tapşırığında? Deməli, olacaq dəmir filizi və bir də neft hasilatı A və B. Yəni, ayrı-ayrılıqda A və B, dəmir filizi neft hasilatı. Deməli, ölkələr və regionlar verib bizə. Asiyada verib, Afrika verib, Avropa verib, Latın Amerikası verib, Şimali Amerika verib. Deməli, burada təbii ki, dəmir filizi biz baxanda görəcəyik ki, dəmir filizi və neft hasilatının hər ikisinin olduğu ölkə olacaq. Asiya, Çin, dəmir filizi və neft, Asiya, təbii ki, Çində 1 və bir də 5, Şimali Amerika, ABŞ-da. Doğru variant təbii ki, bizdə olacaq Y variantı. Burada problem ondan ibarətdir ki, Liviyada neft var, amma dəmir filizi yoxdur. 1 və 5 düzgün cavab Y bəndi hesab olundu. Növbəti sual 50. Ölkə əhalisinin 25%-i az saylı xalqlar, 4,5 milyon nəfəri isə əsas xalqlar təşkil edir. Deməli, əsas xalqlar 4,5 milyondursa, biz burada 25% az sayılıdırsa, yerdə qalanın 75%-in əsas xalq olduğunu bilirik. Yəni 4,5 milyon olacaq 75%. Biz buradan x 100% ümumi ölkə əhalisini tapa bilərik. Bunu tapmaqdan ötəri 4,5-i vuracaq 100-ə. Bu eləyir 450. 450-ni də müvafiq olaraq böləcəyik 75-ə. Cavab eləyəcək 6 milyon. Bu bizim 6 milyon ümumi əhalimiz. Ölkənin ümumi sahəsi 120 min kilometr kvadrat olduğunda orta sıxlığı tapmaqdan ötəri nə edəcəyik? Orta sıxlığı tapmaqdan ötəri əhalinin sayını ölkənin sahəsinə bölmək lazımdır. 6 milyonu biz bölməliyik. Deməli, 6 milyon bölünsün 120 minə. Yoldaşlar, 6 milyonu biz 120 minə böldükdə cavabımız eləyəcək 50 nəfər. 50 nəfər. Doğru variant A variantı 50-ci sualda. 51-ci test tapşırığı da yenə sadə bir test nümunəsidir, temperaturla bağlı. Dağın deyir ki, okean səviyyəsində havanın temperaturu 20 dərəcədir. Gördüyünüz kimi burada 20 Selsi temperaturumuz var. Deyir ki, buradan yamac boyu hərəkət edən səyyah A, B məntəqələrində havanın temperaturunu ölçdü. Bu məntəqələrdə temperaturun düzgü göstərən qrafiki müəyyən edin. Yoldaşlar, A məntəqəsi gördüyünüz kimi 1500 metr hündürlükdədir. Biz bilirik ki, 1000-ə 6, 1500 metrə biz müvafiq olaraq x götürsək, burada x bərabər olur 9 Selsiyə, yəni 20 çıx 9, bu bərabərdir 11 Selsi. Deməli, A məntəqəsində temperatur 11 Selsidir. B-yə gedərkən yolda 1000 metrə qədər hündürlük azaldığı üçün gördüyünüz kimi, əvvəlcə 500 metr arada fərq var. 500 metr bilirsiniz ki, 3 Selsiyə bərabərdir. Yəni, temperatur burada müvafiq olaraq 14 Selsiyə qədər artmalıdır. Sonra yenidən neçəyə qədər azalacaq? Gəlin, davam eləyək. Deməli, 1000 ilə 3000 arasında 2000 metr fərq var. 2000 metri də biz bilirik ki, 1000-ə 6, 2000-ə müvafiq olaraq x olsa, x bərabər olur 12 Selsiyə. Yəni, 14 çıxılsın 12 bərabərdir 2 Selsiyə. Yəni, belə deyək ki, burada B-də temperatur 2 Selsi olacaq. Deməli, doğru cavab belə oldu. A məntəqəsində 11, B məntəqəsində isə 2 Selsinin olduğu cavab. Düzgün variantımız təbii ki,
C bəndi hesab edildi test tapşırığında. 52-ci suala nəzər yetirək. 52 belədir. Şərri Ordubad, Arazboyu və Zaqatala fiziki rayonları qışı mülayim keçən yarım səhərə quru çöl iqlim tipi bu verilənlərdən Arazboyundadır. 2-yə gedəcək A. Yayı quraq keçən mülayim isti. Yayı quraq keçən mülayim isti iqlim tipi burada heç birində yoxdur. Qışı soyuq keçən yarım səhərə quru çöl Şərri Ordubaddadır. Təbii ki C. Bütün fəsillərdə bol yağıntılı soyuq. Bütün fəsillərdə bol yağıntılı soyuq. Əlbəttə ki Zaqatala lahızdadır. B. Yağıntıları bərabər paylanan mülayim isti. O da yenə Zaqatala lahızdadır, olacaq Y variantı. Doğru cavab C, A, B, Y. Düzgün olmadı səhv eləmirəmsə. Bütün fəsil bol yağıntılı soyuq, yağıntılar D, Y, üzr istəyirəm, D, Y. D və Y. C, A, D, Y. Düzgün cavab D bəndi 52-ci test tapşırığında. Növbəti suala nəzər yetiririk. Sualda bizə deyir ki, xəritə sıxıntı iqtisadi rayonlar üçün ümumi xüsusiyyətlər, Lənkəran və Naxçıvan modul tipli istilik elektrik stansiya fəaliyyət göstərir. 1. Tərkibində olan inzibati rayonların sayı eyni ola bilməz, yanlışdır. Subalp Alp səmənki yay otlaqları kimisi yanlışdır. Dağ sarı torpaqları yanlışdır. Paleogen yaşlı suxurlar 5 və meyvəçilik üzrə ixtisaslaşma 6. 1, 5, 6 53-cü test tapşırığının doğru cavabıdır. 54-cü testə baxırıq, yoldaşlar verilənlərə. Deməli, Candargöl doğru sıraları bizdən soruşur. Candargöl Daşkəsəndə yox, bildiyimiz kimi Ağstafadadır, yanlışdır. Batabat yayı quraq keçən soyuq Şahbuz rayonu Cünnüt Qapıcıq 2 doğrudur. 3-ə baxırıq, Maralgöl yarım səhərə quru çöl landşaftı yanlışdır. 4-ə baxırıq, Ağzı Birçala Şabran rayonu Samur Dəvəçi doğrudur. Acınoxur qışı quraq keçən mülayim isti İsmail rayonu yanlışdır. Sarısı Gölü yarım səhərə İmişli Küraraz doğrudur. 2, 4, 6, 54-ün düzgün cavabı hesab olundu. Yoldaşlar, növbəti sualımız 55. Dünya kənd təsərrüfatı ilə bağlı doğru fikirləri müəyyən edin. Çin, Polşa və Rusiyada kartofçuluq inkişaf edib. 1 doğrudur. Qazaxıstan, Argentina, Fransa iri buğda ixracçıları yox, ixracatçılarıdır. Bu ifadə yanlışdır. Dəmiyə əkinçiliyin inkişaf etdiyi ərazilərdə yağıntılar fəsillər üzrə bərabər paylana bilər. Bəli, 3. Sonra, buğdanın əkin sahələri çay plantasiyalarına nisbətən daha genişdir. Bəli, doğrudur. 1, 3, 4. Şəkər çuxunda əsas istehsalçıları yanlışdır. İsti yerlər yox, mülayimlər. Qaragül qoyunçuluğu mülayim dəniz iqlim şəraiti səhvdir. Səhra yarım səhralardadır. Cavab 1, 3, 4-dür. Növbəti sual. Deməli belə. Miqyası 1 bölünsün 5 milyon olan xəritədə əsas çay və qollarının uzunluğu 4 cm-dir. Biz burada 5 sıfırı siləcəyik, alacaq 500. Müvafiq olaraq 500-ü vuracaq 4-ə. Bu eləyəcək yoldaşlar 2000 kilometr. Çay şəbəkəsinin sıxlığı 0,4-dür. O zaman biz stoplayıcı hövzənin sahəsini tapmaqdan ötəri nə edəcəyik? Əlbəttə ki, biz burada müvafiq olaraq belə deyim, çay şəbəkəsinin uzunluğunu stoplayıcı hövzənin sahəsinə böldükdə sıxlığı tapdığımız üçün 2000-i böləcəyik 0,4-ə. Doğru cavab eləyəcək təbii ki 5000 kilometr. Deməli kvadrat. Cavabımız 5000 kilometr kvadratdır. Yəni 2000-i biz böldük 0,4-ə, cavab elədi 5000 kilometr kvadrat. 57. Sual belədir. Jutlandiya yarımadası, Madagaskar adası, Somali yarımadası. Deməli, ərazidə materikin ucqar nöqtəsi yerləşir. Ərazidə materikin ucqar nöqtəsi Somalidədir. Yəni 1, 2 və 3 formasında 3-ə gedəcək A, Afrikanın şərqi. Ərazinin inkişaf etmiş ölkələr yerləşir. Jutlandiya, Danimarka və Almaniya. 1-ə gedəcək B. 2 işıqlanma qurşağında yerləşir. 2 işıqlanma qurşağı Madagaskar yerləşir. 2-yə gedəcək C. Ərazisində mühim gəmiçilik kanalı keçir. Jutlandiya olacaq yoldaşlar 1-ə D. Soyuq okeanın təsirindədir Somali Y. Deməli 1BD, 2C, 3A, Y hesab olundu. Növbəti suala biz nəzər yetiririk. 58-ci suala. Deməli, tədqiqatçı Oslo şəhərindən, yəni 60 şimal 10 şərq uzunluğu paralel boyunca 2790 km hərəkət etdikdən sonra A məntəqəsinə çatdı. Bu məntəqədə yerli vaxt London şəhərindən 4 saat irəlidədir. London şəhərindən 4 saat irəlidədirsə, biz burada nə edəcəyik? Əvvəlcə London şəhəri bilirsiniz ki, sıfırdadır. Sıfırıncı meridianda. İrəlidədirsə, deməli biz şərqə getmişik və nə baş verəcək burada? 4 saatı biz vuracaq 15-ə. Bu eləyəcək 60 dərəcə. Yəni məntəqə 60 şərq uzunluğuna çatdı. 60 şərq uzunluğu. Deməli, 10 şərq ilə 60 şərq uzunluğu arasında gördüyünüz kimi 50 dərəcə fərq var. Sonra deyir ki, A məntəqəsi qədim dağ sistemində yerləşir. Bu dağ sisteminin qərbində qədim platforma, yəni bu qədim dağ sistemi təbii ki 60 şimal enində kəsişən və 60 şərq uzunluğunda kəsişən Ural dağlarıdır.
Ural dağlarının belə deyək ki, qərbində, Ural dağlarının qərbində Şərqi Avropa platforması, yəni qədim platforma və aid olan qərbində qədim platformanın X düzənliyi yerləşir. Şərqində isə cavan platformaya aid Y düzənliyi. Yəni X düzənliyi Şərqi Avropa, Y düzənliyi də cavan platformada Qərbi Sibirdir. X düzənliyindən axan ən uzun çay, yəni bu çayın adı Volqa çayıdır və Volqa çayı müvafiq olaraq daxili axar hövzə, yəni biz bilirik ki, bura Xəzər dənizidir, Xəzərə tökülür. Y düzənliyindən axan ən uzun çay isə bu çayın adı Ob çayıdır və bu çay Şimal Buzlu Okeanı hövzəsinə aiddir. Şimal Buzlu Okeanı hövzəsi. Aparılan tədqiqata aid olan xüsusiyyətləri müəyyən edin. Mən burada abituriyentin mənə dediyi səs yazısına qulaq asaq görək bizdən nə soruşur. Deməli, düzənliyin adlarını soruşur. Düzənliyin adlarını soruşur. Deməli, X belə deyək də, düzənliyi oldu Şərqi Avropa düzənliyi, yoldaşlar. Y düzənliyi oldu Qərbi Sibir ovalığı, Qərbi Sibir ovalığı. Sonra müşahidəsinin hərəkət etdiyi istiqamət və azimut. İstiqamət və azimut olacaq şərqə və 90 dərəcə azimutla. Son məntəqədə dağların yarandığı era, Ural dağlarının yarandığı era Paleozoy erası hesab olunacaq. Tədqiqatçının başladığı və bitdiyi ölkələrin adı, təbii ki, Oslo şəhəri olacaq Norveç, bitdiyi şəhərin adı olacaq Rusiya, hərəkət edilən paralelin 1 dərəcəlik qövsünün uzunluğunu və bu paralelin keçdiyi materikləri müəyyən edib cədvəldə yazın. Yoldaşlar, biz burada 1 dərəcəlik qövsün uzunluğunu tapmaqdan ötəri, arada 50 dərəcə var deyə 2790-ı böləcəyik 50-yə, 2790-ı 50-yə böldükdə 2790 böl 50 bərabər olacaq 55.8-ə, 55.8-ə və bu paralelin keçdiyi materikləri müəyyən edib cədvəldə yazın deyir. Materiklər də olacaq, əlbəttə ki, Şimali Amerika materiki və bir də Avrasiya materiki. X, Y düzənliklərin hər birindən axan ən uzun çay, X-dən axan çayın adı oldu Volqa, Y-dən axan çayın oldu Ob çayı. Onların hər ikisində yayılan eyni təbii zonaları və bu düzənliklərdə geniş rast gələn eksogen relyef formaları, eyni təbii zonaları dedikdə burada məsələn ola bilər tayqa meşələri, yəni iynəyarpaqlı meşələr və bu düzənliklərdə geniş rast gələn eksogen relyef formaları, burada daha çox eksogen relyef formaları kimi eksarasyon relyef formaları üstünlük təşkil edir. Eksarasyon, yəni buzlaqların fəaliyyəti üstünlük təşkil edə bilər. Diqqətiniz üçün sağ olun.